Salam əziz izləyicilərim. Bugünkü mövzumuz bordaq quzuların kökəlməsi haqqında olacaq. Sizdən xahişim ondan ibarətdir ki, videonu axır kimi izləyin və kanala abunə olmağı, bu videonu da bəyənməyi unutmayın. Əsas problemlərdən biri nədədir? Quzu yemlənməsində tək sırf arpadan istifadə etməyimizdir. Bunun bir çox səbəbləri var. Arpa enerji cəhətindən düzdür, yemlərin şahıdır, ancaq protein səviyyəsi nisbətdə aşağıdır və bunun sayəsində də biz heyvanlarda çəki artımını sağlaya bilmirik. Baxan insanlar isə çoxsu bunu təsdiqləyə bilərlər. Kök vəziyyətdə görsənir. Qarınları nisbətdə şişkin olurlar, amma kəsilən zamanı isə çox belə deyək də aşağı səviyyədə ət veriminə malik olurlar və içərisindən aşırı dərəcədə iç yağı, piy yağı çox çıxır. Bəs bunun qarşısını necə ala bilərik? Necə biz daha yaxşı çəkilər əldə edə bilərik? Sizə xüsusi bir proqram verilir, əgər bizlə işləsəz və burada biz heyvanların alım çəkilərini də sizlər üçün deyirik və cəmi cümlədən 2 ay ərzində baxırıq. 2 ay ərzində 16 kiloqram heyvanların çəkiləri artır. Bu üstəgələk də ola bilər. Sürümüzün, alacağımız sürünün %85%-i 16 kiloqram çəki alma ehtimalları %95%-dir. Çünki yemlənməni çox mükəmməl dərəcədə aparacağıq. Bu 15%-li proteinli yemlə bəsləniləcək və 2600-2800 kalori enerji verəcəyik və burada cəmi cümlədən 15 gün ərzində heyvanların müalicə periodu olacaq və 15 gün ərzində heyvanlar yemlənmə aparılmasına öyrədiləcək. Cəmi cümlədən 2 ədəd yonca presinizə ehtiyacınız var və 25-30 kiloqram civarında isə yem xərclənəcək. Yemin müəyyən bir hissəsi arpa olacaq, müəyyən bir hissəsi isə yem qarışığından ibarət olub sizə zavod yemini öz evinizdə hazırladıb veririk və içərisinə qatqı qatılmalıdır. Bu qatqını istəsəz bizdən alırsınız, istəsəz isə başqa yerlərdən ala bilərsiniz. Amma sırf bu alma məhsulu olan panqo Azərbaycanda yalnız və yalnız məndədir, heç bir kəsdə yoxdur. Bu içərisindəki olan premix nədir? Qısaca o haqda məlumat vermək istəyirəm. Amino asidlərdən ibarət bir qarışımdır və içərisində vitaminlər var. Vitaminləri hamı bilir, adi vitaminləri ilə zəngin. Bəs amino asid nədir? Nəyə görə biz yemin içərisində amino asiddən istifadə etməliyik? Amino asidi hormondan səhv salmayan, amino asid proteinlərin birləşməsini yaradan zəncirvari bir şəbəkədir. Bunlar birləşirlər, müəyyən bir hissədə protein yaradırlar, həzmliyə kömək eləyir. Məsəl üçün, içərisindəki olan metoinlər həzmə daha yaxşı, parçalayıcı bir funksiyanı yerinə yetirir və lizindir, metoindir, bunlar isə böyüməni sürətləndirir. Bunun sayəsində beyindəki olan qalxanvər vəzlər var ki, onları aktiv şəkildə işlədir və bunun sayəsində də bizim heyvanlarımız tam-tamına verdiyimiz yemlə nəticə çıxarda bilirlər və heyvanlarımız bizim kökələ bilirlər. Müalicə isə çox asan olacaq. 15 gün ərzində müalicəmiz olur və bundan sonra isə biz yemlənməni həmən 15-ci, 2-ci günündən sonra yemlənməni apara bilirik yavaş-yavaşdan və maksimum dərəcədə yemlənmə aparır. Yenə deyirəm, cəmi cümlədən 2 ədəd yonca presinə ehtiyacımız var. 25-30 kiloqram yemlə biz maksimum çəkilər əldə edəcəyik ki, 2 ay ərzində 16 kiloqram çəki olacaq
Bu da valla super bir nəticədir. Yenə deyirəm, protein səviyyəsi cəhətindən maksimum dərəcədə yemlənmə aparılmalıdır ki, heyvan kökələ bilsin. Proqram şərtləri çox sadədir. Proqramın içərisində yemlənmə, müalicə, yemlənmə, yem rasionu və qatqı göndərilir və bunun sayəsində biz 60 gün ərzində sizlərlə əlaqədə oluruq ki, filan şeyi bu qədər qatmaq lazımdır, dərmanı bu qədər vermək lazımdır, yem 5 gündən sonra bu qədər artacaq və bundan sonra isə satış mərhələsində nə etmək lazımdır, bunları öyrədirik və %95% də dediyimiz işə qaranti veririk. Kim istəsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Protein səviyyəsindən zəngin olan yemlərdən simişka cımığıdır, soyadır. Bunlardan istifadə etməlisiniz, lazımdır. Çünki diyetdir, pambıq cımığıdır, o qədər məsləhət görmürəm. Əsasən böyük heyvanlardakı danalarda 300 kiloluq, 400 kiloluq heyvanlarda çiyitlə pambığın cımığını rasionda qatıb vermək olur. Onun rasion hazırlaya bilirik. Bir dənə ki, əlinizdə sizin mütləqli şəkildə arpa olmalıdır. Başqa yemlər isə çox asan şəkildə tapılır və bütün rayonlarda, indi biz rayonlarla işləyirik deyə, bütün rayonlardakı yem səviyyələrini bilirik. Bu cür yemləri tapmasanız belə, o rasionu sizə tam-tamına hazırlada bilirəm. Ucuz qiymətə, sərfəli qiymətə olur. Protein səviyyəsini qarşılayıram və bunun sayəsində də içərisinə pango qatırıq. Pango da protein səviyyəsini dəstəkləyir və sizin heyvanları kökəlməsinə çox super şəkildə nəticə verdirəcək. Bundan əlavə atdıqlara çox diqqət yetirin, çox nəmiş saxlamayın. Havalandırma, içəridəki havalandırma mütləqli şəkildə lazımdır. Bizlə işləyən insanlar bilirlər ki, içəridə biz amoniakı xoşlamırıq, mümkünatı yoxdur. Biz orada içəridə tam-tamına durub 1 saat, 2 saat söhbət eləyə bilərik, damdan söhbət gedir. Yox, əgər mən dama girib tez yemi verib, çıxıb qaçıb eləyirəmsə, yox, mümkünatı yoxdur. Orada heyvan istəyir ən gözəl yemi ver, yenə də heyvan kökəlməyəcək. Bu heyvanları sıxır. Sonradan heyvanların atdıqları daimi olaraq təmiz olmalıdır. Çox nəmişlik yeri xoşlamırıq. Yenə deyirəm, bu dediklərimizi birə-bir eləsə, sizə zəmanətlə deyirəm ki, heyvanlarınız tam-tamına kökələcək və siz bu işdən qazanc götürəcəksiniz. Kim istəsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Hər hansı bir sualınız da olsa yorumlarda yaza bilərsiniz. Ünvan Gəncə şəhəridir və bütün rayonlara çatdırmamız mövcuddur. Hər hansı, yenə deyirəm, suallarınız olsa WhatsApp-la yaxud da burada direktə yorum bölməsində yaza bilərsiniz. İzlədiyin üçün təşəkkürlər.